Bir daha axşamınız xeyir olsun müəllimlər. Səs, görüntü hər kəsdə normaldır. Bəli, müəllimə. Deməli, bugün sizlərlə baxacağıq topludan bərk cisimlərin və mayələrin xassələri. Məncə güvəni də vermişdim, düzdür? Güvən az idi onsuz da. Güvəni də vermişdim müəllimlər. Bəli, müəllimə. Bəli, Aha. Hocam, mən çatdıra bilməmişəm, çünki məktəbə yoxlama gəlmişdi, işlərim çox oldu, dimi qutarmışam, güvən qalıb. Yaxşı, eyb yox. Baxarıq indi, hamısına baxarıq, narahat olmayın. İndi gəlin müəllimlər, bərk cisimlərin, mayələrin xassələrinə ilk öncə topludan baxaq. Birinci başlığımız mayələrin səthi gərilmə qüvvəsi, islatma hadisəsidir. Zəhmət olmasa hər kəs mikrofonları bağlasın, çat bölməsi aktivdir. Birinci başlıqda cəmi 13 dənə sual var. İndi yazın görək, oradan suallarınız varsa yazın. Aha. Yazın müəllimlər, gözləyirəm. Aha, 11-ci sual yazılıb. 11-ci suala baxıram. Axşamınız xeyir olsun müəllimlər. Eyb yox, narahat olmayın, elə biz də indi başlamışıq. Deməli, ilk öncə 11-ci suala baxıram. Deyir ki, hansı qabda maye ilə bərk cisim molekulları arasındakı qarşılıqlı cazibə qüvvəsi mayenin öz molekulları arasındakı qarşılıqlı cazibə qüvvəsindən böyükdür. Yəni, bu şərti belə yazırıq da biz. F maye ilə bərk cismin molekulları arasındakı qarşılıqlı cazibə qüvvəsi deyir ki, mayenin, yəni öz molekulları arasındakı qarşılıqlı cazibə qüvvəsindən böyük olsun. Deməli, bu hansına aid idi? Müəllimlər, isladan mayeye aid idi, düzdürmü? Deməli, o zaman isladan mayemiz hansı idi burada? Yalnız bir deyil mi isladan maye? Baxın. Bir dəqiqə. Aha, o da aid olur. Axşamınız xeyir. İkinci islatmayandı, onu bildim. Bəs ikinci nədir? İkincidə müəllimə, belə deyək də, burada artıq sərhəddir də, yəni tam nə isladan deyil, nə də islatmayan deyil də, belə tam sərhəd yaranıb burada, görürsünüz. Nə belə aşağı doğru gəlmir, nə də belə yuxarı doğru da gəlmir. Görürsünüz, bu səthi düzdür. Yəni, buna aid eləmirik də, biz isladan və islatmayana 1 və 3-ə aid eləyirik. Dedim, bir də yəni onda islatmayan kimi Yox. göstərir. Sonra baxıram 10-cu suala. 10-cu sualımıza nə deyilir? Deyilir ki, ortasına sap bağlanmış məftil çərçivənin bir hissəsi sabun pərdəsi ilə örtülüb. Məftilin A nöqtəsinə və sapın B nöqtəsinə, deməli A nöqtəsi buradır, B nöqtəsi də buradır. Təsir edən səthi gərilmə qüvvəsi. Biz bilirdik ki, müəllimlər, səthi gərilmə qüvvəsi hər zaman, belə deyək də, daxilə çəkməyə çalışır da. Bax, A nöqtəsində, görürsünüz, bu aşağı doğru yönələcəkdir. Qoyun B nöqtəsində başqa rəhlə göstərim. Bir dəqiqə. B nöqtəsində də görürsünüz, B nöqtəsindən aşağıda, belə deyək də, maye yoxdur. Olan maye yuxarıdadır. Deməli, ona görə B nöqtəsinə də yuxarı doğru yönələcəkdir. Deməli, A-da oldu aşağı, B-də oldu yuxarı. Deməli, A aşağı, B yuxarı. B variantı oldu. Məntiqindən belə götürmək olar ki, məsələn, adi suyu ipi salsaq ağırlıq edir, suyun içinə girir, amma havada olanda ip göyə qalxır. Yəni, mən məntiqdən götürmüşəm onu. Siz necə müəllimə? Elə bil ki, belə deyək də, səthi gərilmə qüvvəsi dedik hansı qüvvədir? Mayenin səthini minimuma endirməyə çalışan qüvvədir də. Yəni, hər zaman sanki belə səthə daxilə doğru yönəlir. A nöqtəsindən yuxarı doğru yönələ bilməz. Yuxarıda heç nə yoxdur axı. A nöqtəsindən aşağı mayeyə doğru, maye molekullarına tərəf cəzb olunur da, gəlir aşağıya doğru. B nöqtəsindən isə aşağıda heç nə yoxdur da, yuxarıdadır su molekulları. B-də isə yuxarı yönələcək. Bəli, mayeyə tərəf yönəlir də, belə deyək. Yəni, tam yadınızda qalsın deyən, belə deyək, belə izah edək. Sonra 10-11 deyilmişdi. Siz də sağ olun. 10-11 deyilmişdi, baxdıq. Sonra müəllimlər, var başqa sualınız buradan? Xeyr, məndə yoxdur. Yaxşı, onda keçirəm kapilyarlıq hadisəsi. Bəli. Məndə burada yoxdur, amma o növbəti bölmədə də orada Venn diaqramlarında kütlə ilə hündürlüklərin uyğunluğu yazmalıyıq. Kapilyarlıq hadisəsində burada deyirsiniz. Aha. Hansı sualdır müəllimə? Orada. Aha. Sualın nömrəsini deyin, elə baxaq müəllimə.
10 neçə idi? Məsələn 18, 16 idi, 17 idi, 18 idi. Baxaq, hə, elə oralarda olmalı. Kütlə ilə hündürlük. Hə, Aha, bəli, biri budur, biri budur, biri 2 də budur. Bu dəqiqə. 3 sual ardıcıl. 17, 18, 19-dur, hə? Gəlin Bəli. baxaq. Tamam, 17. Bilirsiniz, orada məni çaşdıran o sıxlıq məsələsi oldu. Bir dənə siz ona zəhmət olmasa araşdıra gedin. Bir dənə görün nəyə səhv edirəm. Yaxşı, 17-ci suala baxaq. 17-ci sualda mayenin kütləsidir, qalxma hündürlüyüdür. İndi siz mənə mayenin kütlə düsturunu deyin görüm. MC sigma L-dir də. Aha, deməli mj bərabərdir sigma L. Lap L-i də açıram, yazıram 2 pi r sigma. Buradan da m-i tapanda belə olur da 2 pi r sigma bölünsün j. Qalxma hündürlüyündə bu tərəfdə yazıram 2 sigma bölünsün rho j r. Aha, все. İndi bunları yazdıq. İndi gəlin bir-bir baxaq. Birincidə deyir ki, səthi gərilmə əmsalı ilə düz mütənasibdir. Bax, hər ikisi kütlə də səthi gərilmə əmsalı ilə düz asılıdır. Sonra hündürlükdə. Bunu ortaya yazaq mı? Bax, bunu yazdıq ortaya. Sonra keçirəm ikinciyə. Borunun radiusu ilə tərs mütənasibdir. Baxın, borunun müəllimlər kiminsə mikrofonu açıqdır və səs gəlir, danışıq gəlir. Zəhmət olmasa bağlayaq mikrofonu. Aha. Baxın, deyir ki, borunun radiusu ilə tərs asılıdır. Borunun radiusu ilə tərs asılı olan hansıdır? Hündürlükdür. Baxın, aha, kütlə radiusdan düz asılıdır. Deməli, tərs mütənasib asılı olan aid oldu hündürlüyə. Sonra mayenin sıxlığı ilə tərs mütənasibdir. Mayenin sıxlığı ilə tərs mütənasib asılı olan hansıdır? Bu da hündürlükdür. Bunu da yazdıq. Aha. Sonra dördüncü suala baxıram. Borunun radiusu ilə düz mütənasibdir. Aha, radiusu ilə düz mütənasib asılı olan kütlə idi. Tərs asılı olan zaten yazmışdıq hündürlükdür. Deməli 4-ü yazdıq 1-ə. Sonra qravitasiya sahəsinin intensivliyi ilə tərs mütənasibdir. Bu hər ikisində də baxın J hər ikisində məxrəcdədir. Bu 5-i də yazdıq ortaya. Deməli 1-ə aid oldu 4, 2-yə aid oldu 2, 3, 3-ə aid oldu 1, 5. İndi könül müəllimə, siz mənə deyin, burada sizə... Aydın oldu müəllimə, aydın oldu. Tapdım səhvimi. Öbürlərə baxmağa ehtiyac yox. Təşəkkür edirəm. Mən orada nəsə yəqin yorğunluqdan olub, nəsə J-ni nəzərə almamışam kütlədə. Elə düşünürəm ki, bu niyə ortaq ola bilər axı? Hə, başa düşdüm. O çaşdırıb məni. Üzrlü sayın. Heç nə olmaz, yox. Öbürlərə ehtiyac yoxdur, aydın oldu. Tamam, oldu mənim. Çox sağ olun. Siz də sağ olun. Yaxşı müəllimlər. Kapilyarlıq hadisəsindən zəhmət olmasa suallarınızı yazın chat bölməsinə. Baxaq. Müəllimə, mən orada 20-ci sualı əslində həll edirəm. Nəsə axırdakı cavabla uyğun gəlmədi. Bilmirəm, hesablama səhvdir, ya şərt səhv yazıram. Neçə dəfə yoxladım. Tamam, gəlin baxaq. 20-ci sualda. Aha. Nə deyir? Deyir ki, suyu qızdırdıqda səthi gərilmə əmsalı 25 mil-Newton qədər azaldı. Bu zaman kapilyar boruda, bir dəqiqə müəllimə oxuyum. Bu zaman suyun kapilyar boruda qalxma hündürlüyü 1,5 dəfə azaldı. Aha, все. Verilənləri yazırıq. Bir dəqiqə qoy mən burada yer açım bir dənə. Bunu həllin üçün yazmaq lazımdır. Bir dəqiqə. Aha. Deməli, səthi gərilmə əmsalı suyu qızdıranda azalıb. Deməli, o zaman yazıram sigma 2 bərabərdir. Sigma 1 çıxılsın 25. Bunu belə yazdım. Sonra deyir ki, boruda qalxma hündürlüyü 1,5. Yaxşı müəllimə, mən orada üstəgələ yazmışam. Yəqin ki, səhv oradan gəlib. Mən orada üstəgəl yazmışam. Aha, yaxşı, azaldı. Və hündürlük də 1,5 dəfə. Yəni, onda da belə yazacaqsınız. H2 bərabərdir, H1 bölünsün 1,5. Mən də bunu çox vaxtı belə həmişə nisbətlə yazmağı xoşlamıram. H1 bərabərdir, 1,5 H2. Bəli, siz elə o toplama çıxmanı orada səhv eləmişsiniz. Hə, orada olub səhv. Yaxşı, vaxtımız getməsin. Tamam, yaxşı. 27-ci sual yazılıb, baxıram 27-ci suala. 27-ci sualda nə deyilir? Deyir, radiusu R olan kapilyar boruda qalxan mayenin hündürlüyü 10 cm olarsa, həmin materialdan hazırlanmış 2 radiuslu kapilyar boruda qalxan mayenin hündürlüyü nəyə bərabər olacaqdır? Deməli, müəllimlər, bax, əgər biz bilirik də, hündürlüyün düsturu nədir? 2 sigma bölünsün rho, r, r-dir, düzdürmü? Deməli, o zaman belə çıxır ki, hündürlüklə, deməli, hündürlüklə nəyi verir bizə? Radius. Aha, hündürlüklə radius necə asılıdır? Tərs mütənasibdir. Bax, radius 2 dəfə
artıb da əvvəlcə r idi, sonra olubdu 2r. Radius 2 dəfə artanda hündürlük 2 dəfə azalmalıdır. Çünki tərs asılıdır. Yəni o zaman əvvəlki hündürlük 10 sm idisə 2 dəfə azalıb olacaq 5 sm. Ən asan yolu budur. Yəni bir də nə bilim r1 bərabər r, r2 bərabər 2r, nə bilim h1 bərabər 10 belə yazmağa ehtiyac yoxdur. Düsturu yazın. Üzərində bax oxlarla göstərin. Radius 2 dəfə artıb, düzdür. Radius 2 dəfə artanda deyirsiniz ki, hündürlüklə radius tərs asılıdır. Hündürlük 2 dəfə azalmalıdır. Əvvəlki qiyməti 10 sm-dirsə, sonrakı qiyməti 2 dəfə azalıb olacaq 5 sm. Всё. Bu qədər sadə. Sonra 28. 28-də nə deyilir? Deyilir, radiusu r olan kapilyar boruda qalxan mayenin kütləsi 10 qram olarsa, həmin materialdan hazırlanmış 2r radiuslu kapilyar boruda qalxan həmin mayenin kütləsi nəyə bərabər olacaqdır? İndi gəlin baxaq. Baxın, deməli, kütlə verilibdir. Kütlə ilə radius necə asılıdır? Düz asılıdır. Düz asılıdır. Belə idi də, mg bərabər sigma l idi. 2 pi r sigma bölünsün j idi də. Yəni, deməli, burada bircə dəqiqə. Radiusumuz 2 dəfə artıbsa, kütləmiz də 2 dəfə artacaq. Deməli, əvvəlcə 10 qram idisə, 2 dəfə artıb olacaq 20 qram. Всё. 20 qram. Bəli. Sonra müəllimlər. Sonra yazın görək, buradan suallarınızı yazın, baxaq. Çoxsunu o birisi dərsdə izah eləmişdim. Videomda sizə atmışam səhv eləməmişsə. Amma yenə də sualınız varsa deyin. 31. Tamam, baxıram 31-ci suala. 31-də nə deyilir? Deyir ki, kapilyar boruda qalxan mayenin qalxma hündürlüyünün borunun radiusundan, h-ın r-dən asıllıq qrafiki verilib. Sıxlıq da verilibsə, deyir bu mayenin səthi gəlmə əmsalı nəyə bərabərdir? Bax, düsturu nədir? 2 sigma bölünsün rho j r-dir, düzdürmü? İndi bizə nə deyir? İndi gəlin baxaq görək. Sigmanı birdən tapmalıyıq da, sigmanı tapacaq. Sigma bərabər olacaqdır nəyə? Rho j r h böl 2. Necə Aydə müəllimə? Mən yəni düsturda taşmışdım, bildiyim yadıma düşən. Всё. Bu düsturla yazın, buradan da sigmanı tapın. Yəni buradan sigmanı tapacaqsınız. Всё. Sonra 74. Burada 74 yoxdur axı Elza müəllimə. 74 nəyə deyirsiniz? Müəllimə, mən səhifəni yazmağı unutmuşam, üzrü sayın. Eyb yox. Yəni o birisi başlıqdadır, onda sizin sualınız. Mən tələsdim, o başlığı keçməmiş, tələsdim, dedim, üzrü sayın. Heç nə olmaz. Dursun müəllimə, yəqin sizin sualınız da o birisi başlıqdadır. Çünki burada 49 dənə test yoxdur, 39 dənədir. Müəllimə, 32-yə baxa bilərdik, 32-yə. 32-yə əlbəttə baxarıq. Buyur, gəlin baxaq. Deməli, 32-ci sualda nə deyilir? Deyilir ki, yer radiusuna bərabər hündürlükdə. Radiusu 0,2 mm olan kapilyar boruda qalxan suyun hündürlüyünü hesablayın. Sigmanı verib, rho-nu verib və j-ni verib. Deməli, müəllimlər, ilk öncə düsturumuzu yazırıq. H nəyə bərabərdir? 2 sigma bölünsün rho j r-dir. Və biz də bilirik ki, yer radiusuna bərabər olan hündürlükdə, yəni qalxan mayedir də müəyyən qədər hündürlük verilibsə, bizə də yer səthinə qravitasiya sahəsinin hündürlüyü verilib. Deməli, müəyyən hündürlükdə qravitasiya sahəsinin hündürlük düsturunu biz bilirdik. Sizə bir düstur yazdırmışdım. J0 r bölünsün r plus h mötərizənin kvadratı. Ay sağ olun. İndi gətirin, bax bu j-ni burada yerinə yazın da, nəzərə alın daha doğrusu. 2 sigmanı yazıram, rho r-i yazıram, j-nin yerinə yazıram j0, elə bil ki r kvadratını yazıram, r plus h-ın kvadratını yuxarı qaldırıram da, yuxarı qalxır axı böləndə. Всё, buradan artıq hər şey verilibdir də, yerinə qoyaq, hesablayaq. Bax, 2-ni yazdıq, sigmanın qiyməti 70 vurulsun 10 üzəri mənfi 3-dür. Sonra, yer radiusuna bərabər hündürlük dediyi üçün, yəni h-ın yerinə deməli r yazanda r, bu olur 2r, 2r-in də kvadratı 4r kvadrat olur, düzdür. 4r kvadratlarından elə r kvadratları gedir. Burada elə qalırmı sadəcə 4? Vurulsun 4. Bir də aşağıda var nəyimiz? Sıxlığımız 10 üzəri 3. Radiusumuz var 0,2 mm-dir. 0,2-ni də yazırıqmı 10 üzəri mənfi 3? Bunu da yazdıq. Bir də yer səthinə qravitasiya sahəsinin intensivliyi
Bu da J düşmübdür burada. 10 götürüblər də yəqin ki. Aha, vəsə bunları hesablayıb cavabı yazmaq lazımdır. Deməli, indi gəlin hesablayaq. Deməli, mənimlə bu 2 ilə bu 2 gedir. Burada qalır. 200 deyir müəllimə, 280 deyir. Hə, 7 dəfə 4, 28. Bəli, 28 ilə bağlı bir cavab alınır da. 10 üstü mənfi 3'lər gedir. Aha, bəli, bu da getdi. Bəli. Deməli, 280 alınır. Düzdür? Hə, 7-nin sıfırı bir dənə də burada var. Aha. Deməli, 280 millimetr alınır özdə. Düzdür? Çünki burada 10 üstü 3'ümüz var axı. Bəli. Ona görə millimetr alınır. Aha. Yaxşı. Sonra müəllimlər, başqa buradan ayrı sualınız yoxdursa keçirəm bərk cisimlərə. Tamam, bərk cisimlərdən yazın suallarınızı. Deməli, 47-yə qədər var sualınız bərk cisimlərdə. Yəqin ki, yoxdur. Çünki 47-yə qədər ancaq düstur falandır. Deməli, elə 47-də də düsturuymuş deyəsən. Gəlin baxaq görək 47-də nədir? Deməli, uzunluğu L0. En kəsinin diametri D olan məftilin mütləq uzanması delta L olarsa, məftilə təsir edən qüvvənin modulu. Deməli, qüvvənin modulunu biz necə yazırdıq müəllimlər? Düsturumuz nə idi? F bərabər idi nəyə? Belə bir düsturumuz vardı. S, Y, epsilon. Düzdür? Deyin görüm düz yazdım düsturu. Hə? Bax, S-in yerinə nə yaza bilərəm? Pi-də kvadratı. Baxıram ki, düsturlar diametrləndir. Ona görə S-i radiusla yox, diametrlə açıram. S-in yerinə yazıram. Pi d kvadratı bölünsün 4. Y-ni olduğu kimi yazıram, ondan işim yoxdur. Epsilonu da açıram da, nisbi uzanmanın da yerinə nə yazaram? Delta L bölünsün L0 olmazmı? İndi görün, belə bir düstur var. Pi d kvadratı Y, delta L bölünsün 4L0. B variantı olur da, düzdürmü? Bəli. Sadəcə düsturu, bu düsturu açdıq. Açdıq bu düsturu sadəcə. Sonra yazın görün mən. Yəni mən o düsturu birbaşa ilə yazmamışam da sigma ilə yazmışam. Sigma bərabər deyək bölünsün S. Sonra sigma bərabər deyək epsilon qoyub sonra belə yazmışam. Hə, olsun müəllimə, olsun. Yəni hansına yazmısınız, əsas odur ki, cavab çıxıbdır da. Düsturda PDF PDF var mənim eyni bu formada. Siz yazmısınız PDF. Hə, ola bilər. Yəqin ki, yazmışam açılışını. Aha. İndi 49-cu sualımıza baxırıq. 49-cu sualımızda nə deyilir? Deyilir ki, deməli, bir dəqiqə, elastik deformasiya olunmuş çubuğun potensial enerjisi 9 dəfə artanda ondakı mexaniki gərginlik. Aha, deməli mexaniki gərginliyin düsturunu yazmalıyam. Özü potensial enerjinin. Gəlin yazaq da. Potensial enerjinin belə bir düsturu var. Düz mən açılışını da vermişdim bunun. Sigma kvadratı, L kvadratı bölünsün 2K. Deməli deyir çubuğun potensial enerjisi 9 dəfə artıb. Bu 9 dəfə artıbsa, deməli o zaman mexaniki gərginlik neçə dəfə artmalıdır? 3 dəfə artacaq. Всё. Bax, çünki kvadratik aslıdır. Deməli, sigma 3 dəfə artıb ki, potensial enerji ondan kvadratik aslıdır axı. Potensial enerji də 9 dəfə artıbdır. Deməli, sigma 3 dəfə artmış olar. Aydın oldu dursun müəllimə? Bu bilsiz hardan gəlir bu düstur? Y potensial bərabərdir. F kvadratı bölünsün 2K-dan gəlir. Çünki biz bilirik də F-in də düsturu nədir? Sigma vurulsun L-dir. Yəni mexaniki gərginliyi vururuq nəyə? Uzunluğa da. Deməli ona görə buradan almış oluruq o düsturu. Müəllimə, məndə 49 kitabda en kəsinin sahəsi 1500 kvadrat millimetr olan alüminium milin ucunda 210 kilogram. Sizdə sual fərqlidir. Sizdə sual. Aysa, sizdəki sual 52-dir müəllimə. Budur, hə? Sizdəki en kəsinin sahəsi. Aha, bəli. Sizdəki sual budur, bəli. En kəsinin sahəsi 1500 mm kvadrat olan alüminium milin ucundan 200 kiloqram yük asdıqda məftilin nisbi uzanması 2 vurulsun 10 üstü mənfi 4 olmuşdur. Alüminium üçün yük modulunu təyin edin. Bu da düsturdur. Mənə bax, F bərabərdir SY epsilondan. Siz yük modulunu tapırsınız. Deməli, Y bərabərdir MC bölünsün SY. Yerinə qoyub hesablamaq lazımdır sadəcə. M-in yerinə qoyursunuz 210, J-nin qiyməti 10, S-in qiyməti 1500-dür, amma kvadrat millimetrdir. Kvadrat millimetrdən kvadrat metrə keçəndə bu olacaq 10 üzəri mənfi 6.
Sonra epsilonumuzun da qiyməti nə qədərdir? 2 vurulsun 10 üzəri -4. Vəsiyo. Bax, bunu hesablamaq lazımdır. Yəni, hesablamaya vaxt aparmıram, əsas budur. Düstur budur, yəni. Aha, sonra müəllimlər yazın, deyin görüm, yazın suallarınızı daha doğrusu. Yazın baxaq. Tamam, onda gedirəm 74-cü suala, Elza müəllimənin sualına. Gəlin baxaq 74-cü sualımıza. Yəqin ki, yoxdur sualımız. 74-cü suala baxıram. Nə deyilir 74-dən? Deyilir ki, aha, yük asılmış məfdili ortadan qatladıqdan sonra məfdilin nisbi uzanmasının dəyişməməsi üçün, bax, bura diqqət eləyək. Dəyişməməsi üçün yükün kütləsini necə dəyişmək lazımdır? Deməli, bax, bu düstur çox önəmli düsturdur da. F bərabərdir SY epsilon. İndi bu F açıram, yazıram mg bərabərdir SY epsilon. Mənə lazımdır nə? Kütlə. Kütləni tapanda SY epsilonu böləcəm J-yə. İndi bax, deyir ki, yük asılmış məfdildir. Bax, mənimlə elə bir dənə belə məfdilimiz var da. İndi mən bu məfdili ortadan qatlayıram. Ortadan qatlayanda, bax, bunu belə qatlayanda belə bir şey olur da, düzdürmü? Yəni, neyinir? Bunun uzunluğu azalır, amma sahəsi artır. Bax, buna diqqət eləmək lazımdır. Deməli, bunun sahəsi artacaqdır. İndi ortadan qatlayanda, deməli, nə oldu? Sahəsi 2 dəfə artmış oldu da, düzdürmü? Sahəsi 2 dəfə artırsa, kütlə də uzunluqdan asılı deyil də, yəni. Sahəsi 2 dəfə artırsa, o zaman kütlə də 2 dəfə artır, düzdürmü? Nisbi uzanma dəyişməsin deyir. Bax, bu nisbi uzanmanın sabit qalması üçün kütləni də 2 dəfə artırmaq lazımdır ki, bu nisbi uzanması dəyişməsin bunun. Deməli, kütləni nə etməliyik? 2 dəfə artırmalıyıq. Niyə görə? Çünki sahə 2 dəfə artdı. Və bizə də şərt verir ki, nisbi uzanma, bu nisbi uzanma, daha doğrusu epsilon, bu dəyişməsin. Nisbi uzanma da nə idi? Delta L bölü L0 idi də. O dəyişməməsi üçün kütləni 2 dəfə gərək artıraq. Bu 74. Sonra keçək 82-yə. 82-də nə deyilir? Deyilir ki, yük asılmış məfdili ortadan qatladıqdan sonra, yenə bax, müəllimə, ortadan qatlayırıqsa, bunun sahəsini biz nə edirik? Artırırıq. Sahəsi artır, qalınlaşır. Yəni, belə deyək də. Deyir, mütləq uzanmanın, indi deyir ki, mütləq uzanma dəyişməsin. Asılan yükün kütləsini necə dəyişmək lazımdır? Yenə, deməli, F bərabərdir S, Y. İndi epsilonun əvəzinə elə birbaşa yazıram da. Çünki mənə deyir mütləq uzanma. Delta L bölü L0. F-i də elə gəlin birbaşa belə yazaq da. mg yazaq. Yəni, kütləni görək burada. Deməli, ortadan qatlayanda, yenə bunun sahəsi nədir? 2 dəfə artdı da, düzdürmü? Sahəsi 2 dəfə artdı. Eyni zamanda bunun uzunluğu da 2 dəfə azaldı. Çünki bax, bayaqki şəkildə də göstərdim. Əvvəlcə uzunluğu bu qədər idi. Mən bunu ortadan qatlayanda, bunun sahəsi 2 dəfə artdı. Uzunluğu isə 2 dəfə azaldı. Bax, sahə 2 dəfə artdı, qalınlaşdı. Amma uzunluğu nədir? Başlanğıc uzunluğu. Bu da 2 dəfə azaldı. Deməli, indi görürsünüz, bax, sahənin hesabına kütlə 2 dəfə artır. Başlanğıc uzunluqdan da tərs mütənasib asılıdır axı. Başlanğıc uzunluq da 2 dəfə azalanda kütlə yenə 2 dəfə artır. Deməli, nəticədə bizim kütləmiz neçə dəfə artmış olur? 4 dəfə artmış olur. Yəni, siz bununla bunu qarışdırmayın. Burada mən dedim ki, kütlə yəni başlanğıc uzunluqdan asılı deyil. Siz burada niyə asılı deyildi? Çünki burada nisbi uzanmanı bizə deyir ki, dəyişməsin, sabit verirdi ona görə. Ona görə biz oradakı başlanğıc uzunluğu nəzərə almadıq. Nəzərə almadıq deyəndə, yəni əslində nəzərə aldıq. Yəni epsilon bərabər delta bölü L0-da. Sadəcə bizə deyir ki, onu sabit saxlayın. Ona görə. Amma burada bizə deyir ki, bax, diqqətli olun, incəliklərdir bunların hamısı. Burada deyir ki, mütləq uzanma dəyişməsin. Yəni orada deyir başlanğıc uzunluğu artıq nəzərə alın da ki, bu çubuğu ortadan qatlayanda sahəsi 2 dəfə artırsa, uzunluğu da 2 dəfə azalmış olur axı. Sonra keçirəm, deməli, 92-yə. 92-də nə deyilir? 92-də deyilir ki, məftildən 8 kiloqram kütləli yük asılıb. Həmin məftili yenə ortadan qatlayıb neçə kiloqram kütləli yük asmaq lazımdır ki, hər iki halda mütləq uzanma eyni olsun. Bax, yenə düsturu yazıram. F bərabərdir. Yəni, bunu da F yazmayayım da, elə əlim öyrəşib. Gəlin elə mg yazaq. Mg bərabərdir S, Y.
Deməli, epsilonda yerinə yazıram delta L bölünsün L0. Deməli, belə çıxır ki, bizim kütləmiz, baxın, kütlə, deməli, sahə ilə düz mütənasib asılıdır. Amma baxın, başlanğıc uzunluqla tərs mütənasib asılıdır. Elə beləcə də yazıram, yəni asıllığı. M1-in M2 olan nisbəti bərabər S1-in S2-yə olan nisbəti. Amma uzunluqlarla, başlanğıc uzunluqlarla tərs asılıdır. Yazıram L2-in L1 olan nisbəti. İndi başlanğıc halda deyir ki, 8 kiloqram kütləli yük asılıb, ortadan qatlayıb neçə kiloqram kütləli yük asmaq lazımdır? Hə, birinci halda 8 kiloqramdır. İkinci halda kütləni bilmirəm, bərabərdir. S1-ə S desək, S2 olacaqmı 2S? 2 dəfə artacaqdır. L1-ə L0 desəm, L2, yox, bir dəqiqə. L1-ə L0 desəm, başlanğıc uzunluq. L2 nə olur? 2 dəfə kiçilmiş olur da. L2-ni də yerinə yazıram, L0 bölünsün 2. Burası aydın oldu müəllimlər, bunu niyə belə yazdım? Bax, bayaq dediyimdir. Bax, bir məftildir. Ortadan qatlayırsınızsa bunu, bax, ortadan qatlayanda nə oldu? Bax, birinci uzunluğuna L0 deyirəm. İkinci dəfə onda, ikinci halda qatlayandan sonra uzunluğu olurmu? L0 bölünsün 2. Birinci sahəsinə S desəm, ikinci haldakı sahəsi görürsünüzmü? Artdı. Buna da 2S deyirəm. Deməli, o zaman görə S1 bərabər S oldu, S2 bərabər 2S oldu. L1 bərabər L0'dır başlanğıc uzunluq. L2 bərabərdir. L0 bölü 2'dir. Yəni başlanğıc uzunluğu 2 dəfə qısaldı, amma sahəsi 2 dəfə artdı. Bax, burada da hamısını nəzərə aldım. Deməli, ixtisarlarımızı aparsaq, bərabər olur nəyə? 4-də 1-ə. Deməli, M2 də bərabər olur neçə kiloqrama? Deməli, 32 kiloqrama. 4 dəfə 8'imiz də olur nə qədər? 32 kiloqram. Deməli, bu da oldu hansı sualımız? 92 nömrəli misalımız. İndi keçirik 93 yazılıb elə bir də. Hə, 93-ə. 93 də eynidir müəllimlər. İndi deyir ki, yəni bunu oxşardı da. Məftildən indi 4 kiloqram kütləli yük asılıb. Məftili ortadan qatlayıb neçə kiloqram kütləli yük asmaq lazımdır ki, onun mütləq uzanması dəyişməsin. Yenə də eyni şeydir. İndi bax 93 ilə 92 demək olar ki, eyni tipli məsələdir də. 93-ü də artıq özünüz tətbiq edib yazarsınız. Olar Ülviyə müəllimə? Olar, hə, bildim. Yəni, məsələ məntiqi eynidir. Sonra mənlər, başqa sual var buradan? Yoxdursa, keçirəm ərimə, bərkimə, kristallaşma. Oradan yazın görüm suallarınızı. Bəli, orada bir dənə 23-də nəyi soruşuruq? Hansı hissəsini əritmək olar? Bu ərimə, bərkiməni deyirsiniz elə? Aha, orada 23. Tamam. Deyir ki, 7/5 vurulsun. Daş qaldım. Yaxşı, gəlin baxaq. Deyir ki, 7/5 vurulsun. 10/4 deməli. Joule istilik miqdarı sərf etməklə ərimə temperaturunda götürülmüş 6 kiloqram qurğuşunun hansı hissəsini əritmək olar? Bax, sizə verilib istilik miqdarı, sizə verilib bir də qurğuşunun deməli lambdasını verib. Deməli, biz də bilirik ki, Q bərabərdir, lambda M-dir də. Deməli, indi gəlin görək, bax, bu qədər istilik miqdarı verməklə nə qədər kütləli qurğuşunu əritmək olar? İndi ona görə buradan M-i tapıram. M-i tapanda Q-nü böləcəm lambdaya. Q-nün qiyməti nə qədərdir? 7/5 vurulsun 10/4. Bunu böləcəm 2/5 vurulsun 10/4-ə. Deməli, ixtisar gedəndə burada qalacaq nə qədər? 3 kiloqram. İndi bax, bu qədər istilik miqdarı verəndə siz 3 kiloqram qurğuşunu əridə bilirsiniz. 6 kiloqram qurğuşunu deməli 6 kiloqramını əridə bilməzsiniz. Onu ancaq 3 kiloqramını əridəcəksiniz. Yəni 3 6-nın hansı hissəsini təşkil edir? 2də 1-dir də yarısı. Deməli, 6-nın yarısını. 6-nın yarısını əridə bilərsiniz. 3 kiloqramını. Hə, yarısını əridə bilərsiniz. Mən orada elə bir şey lambdanı tapıb, sonra bu veriləndən müqayisə eləmişəm da elə. Lambda, necə lambdanı tapmışsınız? Qurğuşunun... Elə ki, burada Q verilib, lambda verilib. Bu 6 kiloqram Q ilə, bu 6 kiloqramla lambdanı tapıb, sonra onların nisbətlərini götürmüşəm. Bu verilənlə, qurğuşunun lambda ərmə istiliyi ilə. Hə. Amma müəllimə, bununla eləsəz daha yaxşı olar. Çünki bu lambdanın, yəni bu qurğuşun, bu sabit ədəddir də bilirsiniz. 2/5 vurulsun 10/4-dür. Yəni bu bir dənə qiymətdir də. Qurğuşuna iki cür lambda tapa bilməzsiniz axı siz. Qurğuşun bir dənə maddədirsə, o maddənin də lambdası sabit bir ədəddir. Düzəndib belə, mən elə də o şey dayanmışam. Yox, bax, bu yolla getmək lazımdır ki, yəni mən bu qədər istilik miqdarı verəndə görən nə qədər qurğuşunu əridə bilərəm.
3 kiloqram tapdıq. 3 kiloqram da 6 kiloqramın yarısıdır. 3 ama baktım gördüm orada 0,4 onu tapa bilmədim ona göre. Hə. Sizə Nə 6 qədər kiloqram verilib də 2 dəfə çox olan sizin, Aha. yəni o istilik miqdarında siz ancaq 3 kiloqram əridə bilərsiniz. 6 kiloqram 2 dəfə çoxdur axı və yaxud da ki 3 6-nın yarısıdır. Ona göre çəkməsi oldu çok sağ ol. Siz də Bir de sağ- müəllimə 21'də 21 22'də burada ayrılır enerji ayrılır udurda çok şaşıram orada ben. Aha, yaxşı. Bax, mən bunu səhv etmirəmsə sizə demişdim ki, donma, yanma, sonra bax bu prosesləri mən səhv etmirəmsə sizə izah eləmişdim ki, orada hansılarda enerji udulur, hansılarda ayrılır. Baxın, gəlin bir udulur istəyir də bizdən. Bircə dəqiqə. Udulur istəyir. Gəlin indi baxaq görək hansında udulacaq, hansında ayrılacaq. Deməli bax su donur. Su donanda enerji udmaz axı. Bu enerji ayrılır da. Yəni düzdürmü? Bax su donursa, siz bunu əgər ona enerji versəz, bu su başlayacaq donmaz. Yəni əksinə buz başlayar əriməyə enerji versəz. Bu donursa, deməli nə edəcəkdir? Burada enerji ayrılacaqdır da. Deməli bu çıxdı. Sonra buz əriyir. Ay son, bax mən dediyim, buz əriyəndə biz ona enerji udur ki, əriyir də müəllimə, düzdürmü? Yəni müəyyən qədər istilik miqdarı verməlisiniz ki, o buz neynəsin? Ərisin. Öz başına buz əriməz axı. Düzdürmü? Siz ona enerji verməlisiniz. O enerji udmalıdır ki, başlasın əriməyə. Deməli bu ki doğrudur. Sonra su buxarlanır. Bax su elə belə buxarlanmaz. Yəni siz o çaynıqı qoymalısınız qazın üstünə, ona qəşəng qızdırmalısınız, qaynatmalısınız ki, su buxarlansın. Yəni o udmalıdır o enerjini, o qazı yandırmalıyıq. Enerji sərf eləməliyik ona ki, su buxarlansın. Deməli bax bu da udulma, enerjinin udulmasına aiddir. Sonra buxar kondensasiyadır. Buxar kondensasiya edəndə biz ona enerji vermirik. Əksinə, o özündən enerji verir, kondensasiya eləyir. Yəni buxar çevrilir suya. Deməli bunu çıxdıq. Spirt yanır. Spirt yananda bu enerji udulmur axı. Burada enerji ayrılır. Yanırsa, görürsünüz kənardan biz onun belə deyək də biz necə deyim? Məsələn, bir var ocaq qalayaq, tutaq ki, ocaq qalayanda nə olur? Biz onun istisinə kənardan durub onun istisinə isinirik də. Bizə nə edir? Enerji verir. Düzdürmü? Yəni bu enerjinin udulmağına aid olmur. Burada enerji ayrılır. Kənardakılar o enerjinin hesabına isinirlər. Deməli, spirt yanmağında enerji udulmaz. Burada enerji ayrılacaq. Kənara istilik verəcək. Deməli, cavabımız olacaq 2 və 3. Sonra 22-ci sualda. İndi deyir enerji ayrılır. Bax, indi enerji ayrılırsa, indi gəlin görək hansılarda enerji ayrılacaqdır. Bax, metal əriyir. Metal əriyəndə siz ona müəyyən qədər enerji verməlisiniz ki, o metal ərisin də. Düzdür, müəyyən istilik miqdarı verməlisiniz, temperaturunu artırmalısınız ki, o metal ərisin. Burada yəni enerji udulması olur, ayrılması yox. Deməli, bunu çıxdıq. Spirt buxarlanır. Yenə spirt buxarlanması üçün siz ona istilik miqdarı verməlisiniz, enerji udmalıdır. Burada da ayrıla bilməz. Su donur, ay sağ olun. Su donanda artıq nə olur? Enerji ayrılır. Deməli, kənara verir o özündəki enerjini ki, neynir? Başlayır donmağa. Deməli, bu olacaq 3. Sonra qar əriyir. Qar əriyəndə yenə də özündəki enerjini verir, başlayır neynəməyə? Əriməyə. Deməli, bu da ola bilər. Qaz yananda, deməli, nə olur? Qaz yananda, yox, üzr istəyirəm. Qar əriyir, yox. Qar əriyir, yox, o bizə aid deyil. Qaz yanır. Qaz yananda necə enerji ayrılacaq? Qaz yanır, bax, kənarında durub sinirik. Bizə enerji verir, düzdürmü? Amma qarın əriməsi üçün biz ona enerji verməliyik. Qar nə zaman əriyir? Görürsünüz, günəş çıxanda qar əriyir. Yəni günəş ona istilik miqdarı verir də, o istilik miqdarını udur, qar başlayır əriməyə, buz başlayır əriməyə. Sağ olun, bildim. İndi aydın oldu? Aha, aydın oldu. Hə, deməli 3 və 5. Yaxşı. Sonra bu 21-22. Sonra müəllimlər. Burada başqa varmı sualınız? $35. Hə. 35-ə gəlin baxaq. 35-də nə? Zəhmət olmasın mən 34 yazmaq istəyirdim. 35 yox, 34. Aha, tamam. 35-ə o kayıtda baxmışdım 35-ə. Tamam. 34-cü sualımızı, deməli, gəlin baxaq görək. 34-cü sualımıza nə deyilir? Aha. 34-cü sualda deyilir ki,
Deməli, eyni kütləli. Aha, iki eyni kütləli. Bax, bura diqqət eləyək. Deməli, kütlələrin hər ikisinin eynidir. İki eyni kütləli kristal maddənin temperaturunun onlara verilən, bir dəqiqə bunu qeyd eləyək, eyni kütləli. Aha, temperaturun onlara verilən istilik miqdarından asıllıq qrafikləri təsvir olunub. Kristal maddələrin xüsusi istilik tutumları, xüsusi istilik tutumları və xüsusi ərimə istilikləri arasında hansı münasibətlər doğrudur? Deməli, ilk öncə müəllimlər, biz burada qeyd elədik ki, eyni kütləlidir. Deməli, bizə deyir ki, lambdanı və s-ni müqayisə edin. Tamam, gəlin lambdanı müqayisə edək. Bax, lambda nəyə bərabərdir? 2 bölünsün m deyil. Bax, mənə şərtdə deyir ki, zaten kütlə eynidir, yəni sabitdir. Deməli, lambda ancaq asılıdır nədən? Q-dən. Deməli, onda belə çıxır ki, hansına verilən istilik miqdarı çoxdursa, onun da lambdası böyük olacaq. Bax, görürsünüz, birinci verilən istilik miqdarı bu qədərdir. Görürsünüz, xəttin qısalığına baxın. İkinci verilən istilik miqdarı daha çoxdur. Tamam, demək belə çıxır ki, lambda 2, lambda 1-dən böyükdür. Bunu müqayisə elədik. İndi keçirəm xüsusi istilik tutumuna. S-nin düsturu nədir? Q bölünsün m delta t deyilmi? İndi burada, bax, m sabit, düzdür. M sabitdirsə, o zaman gəlin baxaq görək indi. Biz də bilirdik ki, xüsusi istilik tutumu nədən asılı idi? Temperaturdan asılı idi da, özü tərs mütənasib asılı idi. Yəni istilik miqdarına nə idi? Asılı deyildi. Yəni ona görə burada Q-yə baxmağa ehtiyac yoxdur. M də zaten sabitdir. Deməli, ancaq mən S-ni baxacağam nəyə görə? Temperatura görə, özü tərs mütənasib asılı baxacağam. Deməli, indi baxıb görürəm ki, hansına verilən temperatur daha azdırsa, onun istilik tutumu daha çox olacaqdır. Baxın, 1-ə verilən istilik. Buyurun. Bax, 1-ə verilən temperatur bu qədərdir. Görürsünüz, 2-yə verilən temperatur bu qədərdir. Düzdürmü? Görürsünüz, xəttlərə görə müqayisə edirik də, xəttlərin uzunluğuna, qısalığına görə. Deməli, 1-ə verilən temperatur daha az olduğu üçün, deməli, 1-in istilik tutumu, xüsusi istilik tutumu üzrə istəyirəm, 2-nin xüsusi istilik tutumundan daha böyük olacaqdır. Nəyə görə? Temperatura görə. Tərs asılı olduğuna görə. Bəli. Burada siz artıq Q-yə baxmırsınız. Bax, lambda da Q-yə baxdınız. Çünki lambda Q-dən asılıdır. Çünki kütlə sabitdir. Başqa asılı olacağı bir kəmiyyət yoxdur. Amma xüsusi istilik tutumu birbaşa temperaturdan tərs mütənasib asılı olan kəmiyyətdir. Əsas sualında o xüsusi istilik tutumuna görə idi. Deməli, lambdaları müqayisə eləmişdim. Xüsusi istilik tutumunu başa düşməmişdim. Çox sağ olun. Siz də sağ olun mənim. Sonra müəllimlər, başqa var sualınız? Yoxdur. Müəllimə, 44-ə baxanda zəhmət olacaq. 44. Bunu deyirsiniz, Dursun müəllimə. Görün, eyni sualdırmı 44? Bəli. Tamam. 44-cü suala baxıram. Deyir, kütləsi 4 kiloqram olan qurğuşun parçasının temperaturunun onun aldığı istilik miqdarından, deməli, asıllıq qrafiki göstərilibdir. Qurğuşunun xüsusi ərimə istiliyini hesablayın. Bax, kütləni verib bizə nə qədərdir? 4 kiloqramdır. Bunu bir qeyd eləyək. Temperaturun Q-dən asıllıq, aldığı istilik miqdarının asıllıq qrafiki verilib. Qurğuşunun xüsusi ərimə istiliyini hesablayın. Xüsusi ərimə istiliyini deyin görək. Hansı hərflə işarə eləyirdik? Lambda ilə, düzdür. Lambda nəyə bərabərdir? Q bölünsün m-dir. İndi baxın, görün, bax, kütlənin yerinə yazdım 4-ü. Bu qurğuşunun əriməsinə nə qədər istilik miqdarı sərf olunub? Bax, bu hissə qızma hissəsidir. Bu bizə lazım deyil. Bax, ərimə hissəsi müəllimə bu hissədir. Bax, 260, ərimədir, sonra donmadı. Bax, bu hissələrdə temperatur dəyişmir. Bax, görürsünüz, sabit xəttdir. Burada 160 ilə 260-ın arasıdır. Yəni, nə qədər istilik miqdarı vermişsiniz? 260 çıxılsın 160 qədər. Yəni, 100 kilojol qədər. 100-ü də 4-ə böləcəksiniz. Olacaq nə qədər? 25 kilojol bölünsün kiloqram. Всё. Aydın oldu Dursun müəllimə? Bəli, müəllimə. Sonra müəllimlər, başqa? Yoxdur ki sualınız. Keçək güvənə. Bəli, müəllim. Keçək. Yaxşı. Bəli, müəllimə. Əla. Deməli, bir dəqiqə. Aha.
Deməli, bərk cisimlərin və mayələrin xassələri. Güvəndəki suallar həqiqətən çox rahat suallardır müəllimlər. Ümumiyyətlə bu axır bölmələr güvəndə belə deyim də həm sayı olaraq az verilib, həm də belə deyək, yəni çətinliyi də elə çətin suallar deyil. Deməli, kitabdan baxmaq istəyən müəllimlər səhifə 284-dən başlayır. Bərk cisimlərin və mayələrin xassələri. Birinci başlıq. Deməli, mayələrin səthi gərilmə qüvvəsi, islatma hadisəsi, kapilярlıq hadisəsi. Yəqin ki, A variantında sualınız olmaz, B variantına suallarınızı yazın. Çat bölməsindən yazın, baxaq müəllimlər. Hansına baxırıq? Bərk cisimlərin, mayələrin xassələrindən birinci başlıq müəllimə güvəndən B variantı. Səhifədə 285. Əgər kitabdan baxırsınızsa, səhifə 285. Buyurun. Yoxdur müəllimlər B variantında sualınız. Məndə yoxdur müəllimə. Əla. Tamam, o zaman B-də yoxsa C-dən yazın. C-də də 5-2 dənə sual var. Həm C-də 5-ə baxa bilərik. Baxarıq. Deməli, 5-ci suala baxıram. 5-ci sualda nə deyilir? Deyir ki, səthi gərilmə qüvvəsinin, deməli, mayenin sərbəst səthinin kənarının uzunluğundan asıllıq diaqramında verilmiş nöqtələrə uyğun səthi gərilmə əmsalları arasındakı hansı münasibət doğrudur? Deməli, mənə lazımdır səthi gərilmə əmsalı. Sigma bərabərdir. F bölünsün L-dir. F bölünsün L, yəni nəyi verir bizə? Baxın, tutaq ki, burada bir dənə düz bucaqlı, üç bucaq yaradırsınız. Qarşıdakı katetin bitişik kateti olan nisbəti bizə verəcək nəyi? Tangens alfanı. Deməli, tangens alfanı elə daha doğrusu sigmanı tangens alfalara görə müqayisə edə biləcəyik. Deməli, baxırıq ki, müəllimlər, bax, 1 ilə 3, belə deyək də, bucaqları eynidir. Eyni xəttin üzərindədir. Deməli, o zaman sigma 1 bərabər olacaqdır nəyə? Sigma 3-ə. İndi baxırsınız, bax, ikinciyə. Görürsünüz, ikincidən, belə deyək də, ikincinin bucağı birin bucağından daha böyükdür. Deməli, sigma 2-də sigma 1 ilə sigma 3-dən böyük olacaqdır. Yəni, tangens alfa. Bucaqla müqayisə edin. Tangens alfa bucaqla düzüm tənasib asılı olan kəmiyyətdir. Bucağı böyük olan qrafikdəki nöqtənin qiyməti də böyük olacaqdır. Sonra müəllimlər, C-dən var başqa sualınız. Əgər yoxdursa, neçə? 2. 2, tamam. Baxaq 2-yə. İkinci sualda nə deyilir? Deyilir ki, daxili radiusu 0,25 mm olan kapilyar borudan düşən 1000 yağ damcısının həcmini hesablayın. Səhv etməmsə, mən bu düsturu sizə vermişdim. Belə idi də düsturumuz. Vermişsiniz müəllimə PDF-də var idi. Aha, belə idi də. 2 R sigma bölünsün roje idi. Hə, bunu da n-ə vururduq da. Aysa onu saya vururduq. Всё, qiymətdə hamısını yerinə qoyub hesablamaq. 2 vurulsun pi-nin qiyməti 3. Sonra r-imizin qiyməti 0,25, onu da metrə keçməliyəm. Olacaq 0,25, 10 üzəri mənfi 3. Sigmamızın qiyməti 3 vurulsun 10 üstü mənfi 2. Yağ damcısı 1000-dir, bunu yazıram 10 üzəri 3. R'nun qiyməti 900, J'nin qiyməti 10. Всё, bunu da hesablamaq lazımdır. Bu 10 üstü üstünə bunlar getdi. Deməli, bu 3-lər getdi 9-la. Deməli, bu 0,75 ilə yəqin ki, bağlı bir cavab olur. Yoxsa necə? Yox, bircə dəqiqə. Deməli, 2-ni vururuq axı. 2-ni 0,25-ə vuranda, deməli, hansı olacaq cavabımız? 5 ilə bağlı bir cavab olacaqdır. Çünki bir dənə 2 qalır. 2-ni 0,25-ə vurdu. Deməli, bu oldu 0,5, 0,5, 10 üstü 3, o mənfi 3, 10 üstü mənfi 5. Hə, 5 kub santimetr olacaq da. 5. 5 kub santimetr olacaq. 5 ilə bağlı bir cavab olacaq. Aha, sonra. Müəllimə, mən ümumi bir dənə sual verəcəm. Yəni, konkret sualım yoxdur. Sadəcə çaşdığım bir hissə var. Bəzən olur ki, onu doğru tapıram. Bir də görürəm ki, hansısa məsələdə orada yanlışa gedirəm. O ərimə prosesində bir də tərs əks prosesi var. Qrafiklər temperaturun istilik miqdarından yaxud da ki, delta U məsələsində. Orada potensial enerjinin kinetiki tapıram.
Amma potensial enerjinin artıb azalması bəzi hallarda qarışdırıram. Elə güvəndə olmalı diyorlar Aydın. Bir dənə Aha, hə. birinin Elə ona görə baxa də istəyirdim bilərik. ki, bir dənə testin üzərində baxaq ki, mən daha rahat onu sizə izah eləyə bilim. Bircə dəqiqə. Hə, məsələn, tutaq ki, bunu deyirsiniz belə bir şey. Yoxsa Bəli, biri belədir, biri də bunun əksi. Sıfırdan, mənfidən başlayan ərimə prosesinə uyğun olur əminlə. Elə bir. Bəli də bu. 11. 11-də qoy görək. Cavab burada məncə məsələdir ancaq. 11-də qoy. Yox, o deyil. Bilirsiniz hansıydı? Orada bir dənə sual var. Yalnız potensial enerjinin artdığı. Hə, bunu deyirsiniz. Bunu deyirsiniz. Hə, elə onun üstündə gedə bilərik, bəli. Aha, gəlin baxaq, bəli, gedərik. Bizə nə deyilir? Deyilir ki, bax, buzun ərimə prosesi. Aha, bir dəqiqə silim buranı. Buzun əriməsi prosesində temperaturun istilik miqdarının asıl səhifə bir dəqiqə 289-dur müəllimə. Aha, deyir ki, hə, 289-da 5. C variantı idi səhv eləmirəmsə. Buzun əriməsi prosesində temperaturun istilik miqdarının asıllıq qrafikinin deyir hansı hissəsində maddə atomlarının yalnız potensial enerjisi artır. Deməli, yalnız potensial enerjinin artmağı hansıdır? Bax, AB hissəsinə baxırıq da, AB hissəsində deyirik ki, bu qızmır. Gəlin bir analiz eləyək. Bax, AB prosesində bizə deyir ki, yəni baxırıq ki, temperatur artır. Temperatur artırsa, deməli, kinetik enerjimiz artır. Yəni, burada bir problem yoxdur yəqin ki. Və bir də baxırsınız ki, müəllimə, siz bura verdiyiniz istilik miqdarı da artır, düzdürmü? Bax, tutaq ki, əvvəlcə sıfırdan müəyyən qədər istilik miqdarı artır. Bax, burada istilik miqdarı da verirsinizsə, deməli, neyəcəkdir? Daxili enerjiniz də artacaqdır. Daxili enerji də artacaqdır. Eyni zamanda axı temperatur artdığı üçün belə deyək də qarşılıqlı təsirin zərrəciklərin qarşılıqlı təsirinin potensial enerjisi artacaq. Temperatur artıb axı orada o zərrəciklər başlayacaq nə etməyə? Hərəkət eləməyə də. Yəni molekulların hərəkəti daha intensiv olacaqdır. Deməli burada da yenə potensial enerji artmış olacaqdır. İndi bizə deyir ki, yalnız potensial enerji artır. Bax, bu hissədə gördünüzmü? Kinetik də artdı, daxili də artdı, potensial da artdı. Amma bizə sual verir ki, yalnız potensial enerji artsın. Yalnız potensial enerji artan BC hissəsi olacaq. Bilirsizmi niyə? Çünki burada bu hansı prosesdir? Bizdə bu buzun ərimə prosesidir. Burada artıq buz əriyir, başlayır suya çevirməyə. Yəni temperatur dəyişmir. Temperatur dəyişmədiyi üçün burada kinetik enerji sabit qalır. Kinetik enerji sabit qalır, amma belə deyək də, verilən istilik miqdarı burada kristal qəfəslərin dağılmasına sərf olunur. Yəni ona görə də artıq burada potensial enerji nə olur? O qarşılıqlı təsirin potensial enerjisi, zərrəciklərin potensial enerjisi başlayır artmağa. Gördünüzmü? Burada bu BC prosesində kinetik enerji artmadı. Bura diqqətli olun. Məsələn, bayaq deyə bilərdiniz ki, məsələn, AB hissəsində daxil potensial enerji artır. Orada potensial enerji ilə yanaşı kinetik enerji də artır. Çünki temperatur artıbdır. Amma burada kinetik sabit qaldığı üçün sırf potensial enerji artır. Bax, üçüncü hissə, CD hissəsində də. CD hissəsində də, bu hissədə də temperatur artdığı üçün kinetik də artacaq, potensial da artacaq. Çünki yəni həm də ona siz istilik miqdarını vermiş olursunuz da, artırırsınız istilik miqdarını. Temperatur artır, kinetik enerji artır, potensial enerji artır. Yəni o istilik miqdarı eyni zamanda da həmişə bax bu BC hissəsində nəyə sərf olunur? Kristal qəfəsin dağılmasına. Artıq gördünüzmü bu BC hissəsində, yəni buzdan əsər əlamət qalmadı. Artıq buzun kütləsi tamamilə azaldı. Demək olar ki, sıfıra düşür də buzun kütləsi. Artıq suya çevrildi. Yəni o verilən enerji kristal qəfəsi dağıtdı. Biz bilirik axı bərk cisimlər müəyyən kristallik quruluşa malik olur. Amma artıq o BC hissəsində o kristallik quruluşdan keçdi mayeyə. Bilirsiniz də maye molekullarından kristal cismin, bərk cismin molekullarının düzülüşü fərqlidir. Gördünüzmü? O verilən istilik miqdarı nəyəsə sərf olundu. O da sərf olunur ancaq nəyə? O kristallik quruluşu dağıtmağa sərf olunur. Dağıtdı, keçirdi onu mayeyə. Aydın oldu könül müəllimə, yoxsa? Onda belə deyək də, belə bir qrafiklər verəndə, bu tiplərdə, biz kinetik enerjini temperaturla əlaqələndiririk. Birbaşa. Amma potensial enerjini isə onda üçlüyə nəzərən tapırıq. Bəli. Bax, burada gördünüzmü? Bu verilən enerji hara getdi? Yaxşı, kinetik enerji dəyişmədi. Axı, siz buna istilik miqdarı vermişsiniz. İstilik miqdarı vermişsinizsə, bu nəyə sərf olundu? Bəli, sağ olun. Bəli, istilik miqdarı nəyəsə sərf olunmalıdır da. Yaxşı, bunun kinetik enerjisini dəyişdirə bilmədisə. Amma axı bunun tərkibində dəyişiklik baş verib. Bu əvvəlcə bərk bir cisim idi, buz idi, keçdi suya. Verilən enerji sanki onu kristal quruluşunu dağıtdı, onu suya çevirdi. Bərk maddədən mayeyə çevirdi.
Onda belə halda bunun daxili enerjisi artır da, elə Bəli, deyilmi? Ona bəli, görə bəli, bəli, bəli. Daxili enerji artır. Bəli. Çünki ümumiyyətlə bu istilik miqdarı prosesdə vermisiniz axı. A-dan D-yə qədər, Aha. ümumiyyətlə A-dan D-yə qədər daxili enerji arta-arta gedir. Bəli, Elə deyə bilərik. artacaqdır. Bəli, çünki buzdan suya çevrilir. Bəli, onun daxili enerjisi artır. Bəli. Amma sudan belə deyək də, sudan buza çevriləndə artıq Əks daxili tərəfdə enerji yuxarıdan azalır. aşağı Bəli, bax buradan belə gəlsəydi, bəli, belə bir şey olsaydı, artıq burada daxili enerji azalacaqdı. Aydındır müəllimə. Aydın oldu müəllimə. Çox sağ olun. Siz də sağ Tam olun. aydın oldu. Sağ olun. Əla. Aha, yaxşı müəllimə. İndi siz deyin görüm bu deməli hansı idi? Bu ikinci başlıq idi da elə bil ki, ərimə bərkimə ərimə istiliyi. B-də var sualınız B və C-dən hansından varsa deyin baxaq. Yoxdur müəllimlər sual. Yoxsa işləməmisiniz? B-də 12. Mənim sualım yoxdur müəllimə. Elə bir dənə o ümumi olaraq o sual idi. Yaxşı. Deməli B-də 12 dedi müəllimə. Tamam, gəlin baxaq. Bax, ağzı bağlı qabda 12-ci suala baxırıq. Ağzı bağlı qabda müəyyən qədər su var. Aha. Bu qabdakı su soyudulub tamamilə buza çevrildi. Donma zamanı alınan buz ilə prosesin əvvəlindəki suyun kütlə və həcmləri arasındakı münasibətləri seçin. Deməli müəllimlər, burada bir qayda deyək. Su soyuduqca, yəni belə deyək də, su soyuyur, sonra da nə edir? Başlayır donur da. Çünki deyir ki, buz halına keçib. Yəni 0 dərəcədə də donur, düzdürmü? Genişlənir. Yəni su donanda, buza çevriləndə genişlənir. Genişləndiyi üçün də sıxlığı azalır. Yəni bunun səbəbi bir o hidrogen rabitə ilə əlaqəlidir. Bir də kristallik quruluşla əlaqəlidir. Yəni adətən digər maddələrdə belədir ki, soyuduqca biz bilirik axı ki, maddələr soyuqdan sıxılır, istidən genişlənir. Yəni digərlər bu şərti ödəyir. Amma suda bir də səhv eləmirəmsə bir dənə də maddə var idi, adı yadımdan çıxdı. Bir dənə də maddə var idi sudan başqa. Onlar bu qaydaya tabe olmurlar. Onlar donanda su genişlənir. Bir də ay Allah, hansı maddə idi? Yadıma düşmür adı. Su genişlənir. Yəni əsas indi bizə suyu deyir. Yəni o səbəbimizə bismut idi, hansı idi bilmirəm. Bir element var idi. Onda da belə olurdu. Yəni donanda o birisi maddələrdən fərqli olaraq genişlənirdi. Bax bunu məsələn nədən görürük? Tutaq ki, butulkaya su qoyub, məsələn qışda, yayda qoyuruq da, məsələn süd qoyuruq, nə bilim butulkanın içinə suyu doldurup məsələn buz gözünə qoyuruq da soyuducunun. Görürsüz, lap o butulkanın biraz başı yarımçıq belə olsa azcana donanda nə olur? Görürsüz, ağzına qədər sanki elə bir ki, az qalır qapağı partlatsın da orada, genişlənir. Deməli o sudur. Nə olub? Deməli donanda başlayır genişlənməyə. Hətta görürsüz belə o qapağın az qala ağzında falan su damcıları sanki nə edir? Don şəklində qalır. Baxırsan ki, qırağından axır su. Ay sağ olun, bəli. Qapağı açanda şahid olmuşam. Bəli. Hətta məsələn bəzən mən əvvəllər həmişə fikirləşirdim ki, yəni mən bunu ağzına kimi doldurmamışdım da, bu necə oldu belə artdı. İndi onda bu dərəcədə genişliyini bilmirdik də, dərinliyini bilmirdik ki, su o xassəyə malikdir ki, deməli o donanda nə edir? Genişlənir, artır, həcmi artır. Deməli ona görə indi gəlin burada seçək. İndi bizə deyir ki, buzla suyun həcmini, bir də buzla suyun kütləsini müqayisə edin. Deməli o zaman müəllimə buzun həcmi suyun həcmindən çox olacaq. Deməli bir yanlış, bərabər ola bilməz. Buzun həcmi suyun həcmindən çoxdur. Bu ikinci doğrudur. Üçüncü də yanlışdır. İndi gəlin kütlələrə baxaq. Kütlələrdə müəllimlər bərabər olacaqdır. Siz nəyə görə bərabər olacaqdır? Çünki düzdür, həcm artır. Buzun həcmi artır deyə bazalı göstərirəm. Buzun həcmi artır, amma axı sıxlığı azalır. Kütlədəki nədir? M bərabər ρV deyil. Yəni həcm artır, sıxlıq azalırsa nəticədə bu kütlə nə eləmir? Dəyişmir. Deməli kütlələr bərabər olacaqdır. Buzla suyun kütləsi bir-birinə bərabər olacaq, amma buzun həcmi suyun həcmindən çox olacaq. Bunun da səbəbi odur ki, yəni kütlənin dəyişməməyin səbəbi odur ki, yəni buzun həcminin artmağına baxmayaraq buzun sıxlığı az olur. Ona görə də deməli nə edəcək? Buzun kütləsi ilə suyun kütləsi bir-birinə bərabər olacaqdır. Bu aydın oldu, Mirvar müəllimə. Sizin sualınız idi, səhv eləmirəmsə. Yox, bu sualım deyil, amma biz belə tam aydın oldu. Yaxşı, oldu. Mənim sualım aydın oldu. Aha, lap yaxşı. Sonra müəllimlər. C-də var sualınız? Burada görüm nə var başqa. Yaxşı.
Buralarda yoxdursa, keçək bərk cisimlərə. Əgər işləməmsinizsə bərk cisimləri, mən verim suallar buradan, dərsdə işləyək. Ömür eləyək, məndə bir dənə bərkisindən qalıbdı. Eləyək eləməlinlər. Mənə fərqi yoxdur müəllimə. Necə deyirsiniz elə deyil. Olar müəllimə, olar. Elə mən də çatdıra bilməmişdim, axıra qədər. Amma deyirdim də 2 gündə işləyəcəm də, növbəti dərsini siz alırsınız. Aha, bir dəqiqə. Hə, yox, gəlin burada baxaq. Eyb yox. Evdə qalan vaxtınızda da indi işləyə bilsəz işləyərsiniz, işləyə bilməsəz də təkrara üstünlük verərsiniz. Eyb yox. Hə, mən burada əsasən bu düsturla olan məsələlərə baxmayacağam. Əsasən qrafiklərə baxacağam. Biləm ki, düsturla olan məsələləri yazacaqsınız. Deməli, 18-ci suala baxırıq. Mexaniki gərginliyin nisbi uzanmadan asıllıq qrafiki verilib. Bizə deyir ki, A nöqtəsi, B nöqtəsi və D nöqtəsinə uyğun olanları seçin. Hamı yazsın müəllimlər. Aha, bax, gəlin baxaq. Bax, birinci A nöqtəsi buradır, düzdür. A nöqtəsində deməli nə olacaq? A nöqtəsi mütənasiblik həddidir, düzdürmü? A nöqtəsinə yazırıq, mütənasiblik həddi B-dir. Bir də mütənasiblik həddi nə idi müəllimlər? Huk qanunun ödənildiyi maksimal gərginliyi idi də, yəni maksimal həddi idi. Deməli, bir də getdik Y variantı. Sonra B nöqtəsi. Bunu başqa rənglə göstərim. B nöqtəsi isə buradır. B nöqtəsinə bəs hansı uyğun gəlirdi? Elastiklik həddi. Deməli, burada yazırıq elastiklik həddi. Sonra materialın axması müəllimlər. Bax, burada əslində tam göstərməyiblər də. Materialın axmasında bu BC hissəsini buranı göstərməli idilər. Yəni, bu B nöqtəsi axma həddi deyil. Burada bu BC hissəsi, burada bir əgər nöqtə olsaydı, buranı yazsaydı, o zaman biz onu axma həddi kimi götürərdik. Deməli, bir də var D nöqtəsi. Aha, D nöqtəsi də artıq nə idi? Möhkəmlik həddi idi də. Deməli, burada yazacağıq D variantı. Deməli, 1-ə aid oldu B-yə, 2-yə aid oldu B, 3-ə aid oldu isə D. Sonra keçirik 19.
19-cu suala baxaq. Deyir, hansı ifadələr doğrudur? Müəllim, onda B bəndi hər ikisinə uyğun getdi. Möhkəmlik həddi. Möhkəmlik D bəndi niyə hər ikisinə uyğun getsin ki, B müəllim? yox, B. Mütənasiblik həddi. Mütənasiblik həddi. Bircə dəqiqə. A yazmalıyam. Nerede yazdı? Burası bir değil mi oğlum? Üzürlü sayın müəllimlər. Bura elastiklik həddidir. Üzr istəyirəm. Elastiklik həddi. 1B-yə 2A, 3D. Deməli, birinci A bəndi, A nöqtəsi mütənasiblik həddidir. B nöqtəsi elastiklik həddidir. Əgər burada bir damcı yuxarıda, burada bir nöqtə belə göstərsəydi, bu axma həddidir, buraydı. Bu düz olan yer, sabit olan yer yəni. Üzürlü sayın. B-ni 2 yeri yazmışam, heç baxmıram da. Aha, 19. Deməli, nə deyilir? Kristal bərk cisimlər, yəni hansı xassələrə malikdir? Onları yazın. Deməli, kristal bərk cisimlər izotropdur, xeyr. Anizotropdur. Nizamlı quruluşa malikdir, bəli. Nizamlı quruluşa malik deyil, yanlış. Dəqiq ərimə temperaturuna malikdir, bəli. Müəyyən temperatur intervalında əriyir, xeyr. Bu, müəyyən temperatur intervalında əriyənlər amorflara aiddir. Deməli, 2, 3, 5, bəli. Demək olar ki, hamı doğru cavablandırdı. Sonra müəllimlər, baxaq bura. Deyir ki, polad məftilin sərtliyinin, onun enkəsinin diametrindən asıllıq qrafiki hansıdır? Deməli, sərtliyimizin düsturu K bərabərdir. S bölünsün L0-dır. Diametr dediyi üçün S açanda pi D kvadratı bölünsün 4 kimi açacağım. Bir də L0-ımız var. Deməli, K ilə D olacaq kvadratik aslı. Tamamilə doğru. Yəni, C variantı yazanlar doğru. Sonra 14-cü sualımıza baxırıq. Deyilir ki, nisbi uzanmanın sabit enkəsiyə malik olan mis məftilin ilk uzunluğunun asıllıq qrafiki hansıdır? Bəli, nisbi uzanma dedik ki, başlanğıc uzunluqdan asılı olan bir kəmiyyət deyil. Doğru. Eyni materialdan hazırlanan bir cins çubuqların sərtlikləri arasında hansı münasibət doğrudur?
Deməli, K-nın düsturunu yazırıq. K nəyə bərabərdir? S, Y bölünsün N0. Deməli, tətbiq eləyək də bunu. Bax, K1 birinci üçün, belə deyək də, çubuq üçün. Deməli, K1 nəyə bərabərdir? S, yəni sahəsi S-dir. Başlanğıc uzunluğu isə 3L-dir. Da, yəni Y-ni yazmıram. K2-ni yazıram. Deməli, sahəsi 3S-dir, başlanğıc uzunluğu L-dir. K3-ü yazıram. Deməli, sahəsi 3S-dir, başlanğıc uzunluğu da L-dir. Elə bunu da ixtisar eləyəndə qalır S böl L qədər. İndi müqayisə eləyəcəm. Bax, birinci S bölünsün 3L-dir, ikinci 3S böl L-dir, üçüncü isə S böl L-dir. Deməli, ən böyüyü K2-dir, sonra K3-dür, sonra isə K1-dir. Deməli, K2 böyük K3, o da böyük K1. D variantı yazanlar doğru yazıblar. D variantı yazanlar. Aha. Belə müəllimlər. Yəni orada altını bir dənə düsturun istəyərdim. Harda müəllimə? 6 C-də. Güvəndə. Bircə Bəli, dəqiqə. bəli. Bircə dəqiqə yaxşı. Ha, F kvadratdır. 2K. Altı. Aha, 6-cı sualda nə deyir? Verilmiş yayda deyir. Elastik deformasiya zamanı yaranan potensial enerjinin mexaniki gərginlikdən asılılıq. Bu düsturu bayaq da yadınıza gəlirsə yazmışdıq. Aha, bəli, Y potensial bərabər hansı düsturdur? F kvadratı bölünsün 2K-dır. Verilmiş yay dediyi üçün bunu düsturu seçəcəyik. F-in də yerinə sigma L yazanda olacaq sigma kvadratı L kvadratı bölünsün 2K. Deməli, belə çıxır ki, Y potensial sigmadan olacaq kvadratik aslı. Hə, B variantı oldu. Всё. Başqa var sualınız müəllimə? Müəllimə, uşaqlar haqqında onlar mən çıxım, yəni başqa tapşırıq olmayacaqsa Yox, narahat olmayın, çıxa bilərsiniz. Qalan vaxtımızı MHM-dən suallar işləyəcəyik. Yox, sağollaşmırıq Sayat xanım müəllimə. Narahat olmayın. Nəsə dediniz Elza müəllimə? Dedim evə nəsə verəcək sizin Evə müəllimə yox, yox, təkrar. Nəzəriyyəni ancaq təkrar. Gələn dərs yeni mövzu keçəcəm. İkinci hissəyə keçəcək. Oldu müəllimə, oldu, sağ ol. Sağ olun. Dərəcə verirsə. Yox, müəllimə, xahiş edirəm. Əgər çox belə də, yəni narahatçılıq başqa bir şey yoxdursa, qoyun biraz. Sadəcə qonşuluqdur, başım heç yox. Yaxşı, elə suallara baxaq da. Mən sizə kömək eləyəcəm. Biraz bu doymayan buxardan bəzi suallarım var, onları vermək istəyirəm. Doymuş buxar əvvəlcə qızdırılır, sonra isə izotermik sıxılır. Bu proseslərdə doymuş buxarın təzyiqi necə dəyişir? Siz Sayat xanım müəllimə, əslində sizə deyə bilərdim ki, çıxa bilərsiniz. Çünki siz bilirəm ki, biraz doymayan buxarda demişdiniz ki, nəsə biraz çətinliyim var, ona görə dedim ki, yox, çıxmayın. Mən onu səbirsizliklə gözləyirdim. Orada mənim biraz sıxıntım var idi. Nə də həmin dərslərdə nə qayda baxa bildim, nə dərsi normal oxuya bildim, nə test işləyə bildim. Heç nə eləyə bilmədim. Növbəti dərsə də keçdiydi ya, onlar eləcə də yenə qaldı. İndi ona görə istəyirəm ki, biraz baxaq. İndi hər sualda, hər testdə biraz adam nəsə öyrənir. 20-ci suala baxaq. Doymuş buxar əvvəlcə izoxor qızdırılır, sonra izotermik sıxılır. Bu proseslərdə buxarın təzyiqi necə dəyişəcək? Mən sizə vermişəm Aygül müəllimə sualı. Siz də deyəsən mənə verirsiniz. Cavablar da Yox, xeyr müəllimə, elə o səhv yoxdur. heç nə olmaz. Aha, yazın.
Deməli baxın, söhbət doyan buxardan gedir, düzdürmü? Deyir izoxor qızdırılır. İzoxor qızdırılırsa müəllimə, bizim qaydamız var idi. İzoxor qızmada buxara aid olan kəmiyyətlər artır. Mayaya aid olan kəmiyyətlər azalır. Deməli o zaman izoxor qızma varsa, təzyiq, yəni buxardan söhbət gedirsə, təzyiq olsun, sıxlıq olsun, nə olur olsun artacaqdır. Deməli birinci prosesdə artma var. İkinci prosesdə deyir ki, izotermikdir. İzotermik prosesdə bilirdik ki, temperaturla yanaşı 3 kəmiyyətimiz P, Rho, N üçlüsü də sabit qalır. Və bizə də təzyiq dediyi üçün deməli bu dəyişməz. Deməli artar, dəyişməz. Bəli, A yazanlar doğru cavab yazıblar. Mən sizə burada bir neçə tipli sual var. Müəllimə, orada deyirəm, izotermik sıxılmada T konstantdır. Bəs o bir kəmiyyətlər niyə konstant olur? Aysan, bu bir qaydadır müəllimə. Söhbət doyan buxardan gedirsə, əgər proses izotermik prosesdirsə, temperaturla yanaşı P, Rho, N, yəni təzyiq, sıxlıq, konsentrasiya. Bu üç kəmiyyət də sabit qalır. Elə bilin ki, doyan buxarda izotermik prosesdə 4 dənə kəmiyyət sabit qalır. Temperaturdur, təzyiqdir, sıxlıqdır, konsentrasiyadır. Dəyişmir. Aydındır. Deməli, baxırıq 3-cü sualımıza. Deyir, izoxor prosesdə su buxarının təzyiqinin temperaturdan asıllıq qrafiki verilib. Qrafikin 1, 2 və 3 nöqtələrinə uyğun su buxarının kütlələrini müqayisə eləyin. Dediği C variantındaki 3'tür. Bu MHM-dir, müəllimə. MHM-ə baxırıq. Bu MHM-dir. İstəyirsiniz səhifəsini deyim. Kitabınız varsa səhifəsini deyim. Elə bildim buradan da bu kitabdan da. Yox, MHM güvəndə sual azı idi. Yəni orada belə suallar yoxdur da. İstədim ki, Mən səhifədə görünür siz dediniz. hə, görmürsüz siz buradakı sualı? Yox, görmədim də ona görə. Budur müəllimə. Baxın. Onda çıxın yenidən girin. Yəqin sizdə nəsə problem var. Çıxın yenidən girin. Gəldi eyni qızdırıcılarda odur. Yox, baxın bu. Bax, izoxor prosesdə, baxın işarə eləyirəm, baxın. Qrafik var, izoxor prosesdə su buxarının təzyiqi. Siz yəqin telefonun ekranını o tərəf bu tərəf eləmisiniz. Ona görə ekranı əlinizlə o tərəf bu tərəf eləyin. Böyütmüsünüz yəqin ekranı. İndi izoxor prosesi su buxarı olur. Bəli, qrafikdir, bəli. Yoxsa Əlinizlə yəqin böyütmüsünüz ekranı. Ona görə sualı tam görmürsünüz. nə olur? Hamı yazsın, müəllimə gözləyirəm. Deməli, bax nə deyir? Deyir ki, 1, 2, 3 nöqtələrinə uyğun kütlələri, özü buxarın kütlələrini müqayisə edin də su buxarının kütləsini. Deməli, müəllimlər, baxırıq ki, P-nin T-dən asıllıq qrafikidir. Deməli, bu hansı prosesdir? İzoxor prosesdir, düzdürmü? 1, 2 hissəsi, bu hissə 1-dən 2-yə, bu hissə aiddir doyan buxara. Bu hissə 2, 3 hissəsi isə aiddir doymayan buxara. Biz də bilirik ki, doymayan buxar,
Yəni MK-nin qanunlarının hamısına tabedir və doymayan buxarda mayenin kütləsi sıfırdır. Buxarın kütləsi isə sabitdir. Deməli ilk öncə də buradan təyin edirik ki, 2 nöqtəsindəki kütlə ilə 3 nöqtəsindəki kütlə bir-birinə bərabər olacaq. Çünki aiddir doymayan buxara. Deməli buradakı kütləni təyin elədik. Təbii ki, bax deyirsiniz ki, temperatur artdıqca, belə deyək də, loru dildə desək, su buxarlana gedir də. Yəni bu bir nöqtəsində olan mayenin kütləsi ən böyükdür. 3 nöqtəsində olan mayenin kütləsi isə ən kiçikdir də, sıfırdır. Deməli ona görə bir nöqtəsində mayenin kütləsi çox olduğuna görə belə deyək də, buxarın kütləsi ən kiçikdir burada. Getdikcə artır da. Yəni temperatur artdıqca maye başlayır buxarlanmağa ki, buxarın kütləsi artır. Deməli o zaman birdəki kütlə, buxarın kütləsi də ən kiçik olacaqdır. Deməli M1 kiçikdir, M2 bərabərdir M3-ə. Cavab da olur Y variantı. Mənim bir soruşa bilərəm. Əlbəttə. Biz keçəndə izoxor qızma, izoxor soyuma prosesini keçmişdik. Burada necə bilirik ki, qızmadır, soyumadır? Baxın, İzoxor birdən prosesi- 2-yə getdikcə, müəllimə, birdən 2-yə Temperatur getdikcə temperatur artır da. Baxın, bir nöqtəsindəki temperatur tutaq ki, 5-ə uyğundursa, getdikcə baxın, temperatur arta gedir axı. Mənim o birisi qrafikdə də söyləmir. Orada da artır. Sadəcə müəllimə, o qrafik doymayan buxara aiddir. Yəni orada buxarın kütləsi biz öyrəndik axı. Doymayan buxar ideallaşdırılmış şəraitdir də. Yəni orada maye yoxdur. Orada sırf buxardan ibarətdir və buxarın kütləsi dəyişmir. Bu 2 nöqtəsindəki buxarla 3 nöqtəsindəki buxar belə deyim də, bu doymayan buxar hissəsinə aid olduğu üçün biz onu sabit götürürük. Yəni elə bilin ki, burada da tutaq ki, nə bilim 5 qramdır. Burada da 2 nöqtəsində 5 qramdır, 3 nöqtəsində 5 qramdır. Ona görə kütlələri bərabər götürürük. Aydın oldu Aygül müəllimə? Bu doymayan buxara aiddir. Doymayan buxarın şərti budur ki, M mayi sıfırdır. M buxarı isə konstantdır, dəyişmir, sabitdir. Nə artmır, nə azalmır. Doymayan hissəsini başa düşdüm. Bu izoxor prosesdə qızmada da, soyumada da eyni qrafik göstərmir. Sadəcə oxlar fərqli olur da, biri aşağı Ay olur. son, biri aşağı olur, biri yuxarı olur, düzdürmü? İndi burada oxu qoymayıblar da. İndi biz öyrəşmişik ki, topluda qoyurlar oxu, burada qoymurlar. Yəni indi biz də 1, 2, 2 və 3, 2-dən də 3-ə müqayisə elədik də, nəzərə aldıq ki, getdikcə temperatur artır. Müəllimə, buxarda kütlə sıfır olur. Necə? Doymayan buxarda biz demişdik, kütlə sıfır olur. Mayenin kütləsi, bəli, doymayan buxar ideallaşdırılmış buxardır. Yəni biz onu gündəlik həyatımızda istifadə eləmirik. Biz doyan buxardan istifadə edirik. Çünki maye və üzərində su buxarı var da doyan buxarda. Amma doymayan buxar sırf kütlədən, buxardan ibarətdir. Maye yoxdur orada. Mən niyə doyan buxar, doymayan buxardan böyük olmadı ki? Bax, o mənə çatmadı. Bərabər olmaqları çatdı. Yəni düz sıra görə yadımda saxlamışdım. Yəni M2 ilə M3-ün bərabər olmağı çatdı. Sadəcə doymayan buxarın M0 olmağına baxmayaraq doyan buxardan böyük olmağı mənə çatmadı. Müəllimə, çünki bu qrafikin aşağı hissəsində hələ bu belə düşünün. Elə bir çayniqə qoymusunuz qazın üstünə. Siz onun həcmini dəyişmirsiniz çaynikin. Temperaturunu artırırsınız. Əvvəlcə buxar çox olar, sonra temperatur artdıqca çox olar. Sordan çox olar, değil mi? Ay son, temperatur artdıqca çoxalır da. Aynen, Müəllimə sual belə verdi. M0 mayenin axı kütləsidir. Amma Hə. bizdən buxarın kütləsi. Bəli. Bizim ailə, başa düşdüm müəllimə. Yəni müqayisə edəndə buxarın kütləsinə görə müqayisə edirik. Ona görə Bəli. doymayanı böyük götürürük. Aha, çox sağ olun. Siz də sağ olun. Deməli deyilir ki, 16-cı sualda. Porşenin altındakı həcmi 12 litr olan havanın nisbi rütubəti 50%-dir. Porşeni aşağı hərəkət etdirməklə havanı izotermik olaraq 10 litr həcmə qədər sıxdıqda nisbi rütubət nə qədər olar?
Səyid xanım, mən başa düşmədim. Mənə də nəyə görə nə yazmısınız mənə də? Hə, bayaqki sualda müəllimə deyirdi, doyan buxar hissəsindəki mənə çatmır. Orada yazmışdım. Hə, Aydın indi oldu. aydın oldu. Hə, yaxşı. Hə, məcburiyyətdən aydın oldu. Əslində hələ. Müəllimə, hələ sizə elə bil ki, siz necə elə bilin ki, mövzunu bilmirsiniz, amma oradan buradan test işləyirsiniz. Bu ona görə sizə tam oturmur. Yəni ona görə siz o mövzu izahına xahiş edirəm baxın. Bax indi təzə dərs falan heç nə vermirəm də. Siz gedin sırf doyan doymayan buxara baxın. Nə oldu müəllimlər? Sual çətin oldu. Müəllimə, Bəli, onlar bilmərsiniz, bir söz deyim. əlbəttə. Burada birinci biz təzyiqləri, daha doğrusu həcmlərin nisbətinə görə təzyiqləri tapacağıq. Xeyr, niyə elə çətinə gedirsiniz ki? Hazır düstur var da müəllimə. Orada nisbi rütubətlərin nisbəti həcm nisbəti ilə tərs asılıdır. Ona Bəli, getdik vəsə, də. bəli, bu qədər Hə, sadə. aydın, Bəli, bəli. Niyə özünüzü yorursunuz, dağ-daşa gedirsiniz? Mirvari müəllimə, o tərs mütənasib asıllıq niyə oldu ki? Niyə tərs oldu ki? Artıq nisbi rütubət demək olar ki, əməklərin əksəriyyətindən düz asılıdır. O tərs asıllıq hardan gəldi ki? Elə sıvıqların nisbəti ilə bərabər idi. Rho bölək rho 0, burası 100%. Orada rho-nun yerinə n bölək v. Ay, sağ olun, bəli. Gördünüzmü? V düşdü aşağı. Bəli, əla. Ona görə də v tərsliyi oradan yaranır. Tamam, əla. Dedim görün mexanik əzbərləmisiniz, yoxsa hardan gəldiyini bilirsiniz. Əla. İndi yazaq da müəllimlər, bax düstur da dedik, asıllığı da dedik. Hələ ki cavab yoxdur. Mən oxumadığım halda cavabı yazmışam. Deməli, Fi1-in Fi2-yə nisbəti bərabər V2-nin V1-ə. Vəsə, bax yazdım, gözünüzün qabağında da yazdım. İndi cavabı yazın görüm. Bəli. Deməli, Fi1-imiz 50. Fi2-ni bilmirəm. Deməli, V1-imiz 12, V2-miz 10. Vəsə, buradan ixtisar eləsək, Fi2-ni tapsaq, deməli, 50 vurulsun 12 bölünsün 10. Bu da olacaq 60%. Müəllimə, mən bilirsiniz necə yazdım? Bu düsturla deyil. Mən yazdım ki, 12 litrə əgər 50%dirsə, 10 litrə x tənasüblə. Gəlib tənasübün alandaşı x tapanda 10 vurulsun 50 bölünsün 12. Amma burada oldu necə? 12 vurulsun 50 bölünsün 10. Siz düz mütənasiblik yazmısınız axı. Tənasübü düz mütənasiblik götürmüsünüz. Tərs mütənasiblik götürsəydiniz, oradan da cavab çıxardı. Məndə də hələ bəli, elə anla bilər. Çıxa bilərsiniz Aygül müəllimə. Buradan prosta Mən tərs mütənasiblik kimi nə tərbiyəsi göstərdim. Mən də bayaq müəllim yazdığı kimi düz mütənasiblik kimi götürmüşəm. Yəni topluda var ki, belə bir söz misal alınmışdı. Burada yəni deyəcək tərs mütənasiblik kimi. Çıxın Aygül müəllimə, çıxın. Dedim, yəqin eşitmədiniz, çıxın. Müəllimə, o riyaziyyatda var idi, məsələn, fəhlə məsələləri falan var idi. Məsələn, bir usta bir işi nə bilim neçə günə görür, 5 usta. Orada əslində düz mütənasiblik falan yazmırdıq da. Tərs mütənasiblik yazırdıq. Usta çoxaldıqca tez görür axı işi, sayı çoxaldıqca. Bu da onun kimi bir şeydir də. Bir var düz mütənasib asıllıq yazasınız, bir var o riyaziyyatdır yəni. Amma yəni onu niyə özünüzü yorursunuz? Buradan birbaşa yazın da. Fi bərabər
F-nin düsturu belə idi də. Üstündən yazım 60% oldu. Rho bölünsün rho 0. Ay sağ ol. Siz nə edirsiniz ki, gedib ora? Bax, rho-nun yerinə m bölünsün v yazanda v düşür aşağı. Yəni fi v ilə tərs asılı olur. Всё. İndi bir dənə də bu məsələni eləyək. Yəni əslində bilirəm, yorulmusunuz. Bir dənə də bunu eləyək. Həcmi 50 kub metr olan otaqda mütləq rütubət 6 qram bölü kub metr. Nisbi rütubət isə 50%-dir. Sabit temperaturda hansı halda ki, otaqdakı nisbi rütubət 40% olacaq? Görün kim doğru cavab yazacaq bu məsələ. Maraqlı məsələdir. Hamı yazsın müəllimlər. Sait xanım müəllimə yaxşı yolunu tapıb. Yaza bilməyən kimi sual işarəsi qoyur. Məsələ çox belə pis görünüşü var. Xoşlamadınız, hə? Bizdə bir müəllimə var idi. Biraz şəkil zad belə qarma-qarışıq olan kim bilirdi. Müəllimə, mən bu şəklini xoşlamadım. Mən bunu yazamayacağam. Deyirdim ki, hardan bilirsiniz? Şəkil xoşuma gəlmədi. Həqiqətən bu görünüşü heç də xoş deyil. Tamam, bax gəlin baxaq müəllimlər. Amma yəni həqiqətən miqli sualdır. Bax deyir ki, həcmi 50 kub. Hə, cavabı bilmirsiniz. Deyirəm cavab düzdür, səhvdir, onu soruşacağım. Həll eləyə baxarıq. Hə, tamam, həll eləyək, cavabı bilmirəm. Deməli, həcmi 50 kub metr olan otaqda mütləq rütubət 6 qram bölü kub metr. Deməli, V verilib, M verilib, düzdürmü? Daha doğrusu sıxlıq verilib, düzdür istəyirəm. 6 qram bölü kub metr. Bu da sıxlıq verilibdir. Nisbi rütubət verilibdir. Deyir, sabit temperaturda hansı halda otaqdakı nisbi rütubət 40% olar? Bax, ilk öncə mən bu otaqdakı bir buxarın kütləsini hesablayım da, həcmi var, sıxlığı var. Görüm nə qədərdir. Bax, 50-ni vururam nəyə? 6-ya. Deməli, bu otaqdakı buxarın kütləsi, yəni birinci halda bu olub 300 qram. İndi deyir ki, sabit temperaturdur. Temperaturu falan dəyişmirik. Deyir, hansı halda otaqdakı nisbi rütubət 40% olar. Yəni, əvvəl 50% olub bu 300-ə görə. 300 qram olanda buxarın kütləsi, nisbi rütubət 50% olub. Deyir, indi bu buxarı artıraq mı, azaldaq mı, başına nə oynatacaq ki, bu nisbi rütubət 40% olsun, azalsın. Deməli, o zaman nə edəcəyik? Nisbi rütubətləri bilirəm də mən. Buxar, yəni kütlələrlə asıllığını quraram. Yəni, Fi1-in Fi2-yə olan nisbəti. Kütlə ilə necə asılıdır? Düz mütənasib asılı deyil. Yəni M1 bölünsün M2 yazarım da. Tamam. Bax, birinci halda nisbi rütubətimiz 50%-dir. Deyir, indi ikinci halda 40% olsun. Yəni Fi2 40-dır. Bərabər. Birinci halda, yəni otaqdakı buxarın kütləsi 300 qram tapmışam. İkinci halda bilmirəm. Gəlin indi buradan M2-ni tapaq. Bu sıfırlar getsin. Deməli, M2 bərabər olacaq. 4 vurulsun 300 bölünsün 5. Bu da 240 eləyirmi müəllimlər? Ay sağ olun. İndi bax, birinci halda otaqda 300 qram su buxarı var idi. İkinci halda isə temperaturu dəyişmədən
Deyir ki, ikinci halda necə oldu ki, yəni 40% olması üçün nisbi rütubət, deməli ikinci halda ümumi qalan hava 240 olmalıdır, otaqda qalan hava. Deməli belə çıxır ki, biz bu otaqdan nə qədər su buxarı çıxartsaq, ay sağ ol. Deməli delta M deyək də buna. Deməli o zaman 300-dən 240-ı çıxıram. Elə bil belə deyək də. Elə bil ki, otaqdan 60 qram su buxarını çıxartsaq, nisbi rütubət azalacaqdır da, belə deyək. Deməli o da olacaq 60 qram. Adətən müəllimlər bu 240-a qədər gəlirlər, 240-ı tapırlar. Prosta yaxşı ki, burada cavablarda verməyiblər. Elə məsələlər olur, cavabda elə 240 yazırlar. 240 yazan kimi də götürüb yazırlar ki, cavab 240-dır. Cavab 60-dır müəllimlər. Yəni otaqdan 60 qram su buxarını çıxardıblar, 240 qram qalıb ki, ona uyğun olaraq da nisbi rütubət 40% olubdur. Deməli otaqdan 60 qram su buxarlandırdıqda. İndi bir dənə bu suala cavab Könül müəllimə yazıb. Könül müəllimə desin görüm necə yazıb məsələni. Beləmi yazıb yoxsa başqa cür yazıb? Elə eynən mən siz necə yazmısınız, o cür getmişdim. Əla. Əla. Müəllimə, bir məsələlər gördüyünüz sizdən daha da qorxuram ki, birdən qabağıma çıxadıq, elə ancaq qabağıma deyə bilmədiklərim çıxadıq. Bəs indi mən də bu məsələlər... Aha. Bayaq məsələ yazmışdıq, bundan öncəki məsələ. Ondan aşağıda bir dənə məsələ var idi. Mən onu yarımçıq getdim, prosta çevirdim, qaldı. Bir dənə zəhmət olmadı. 17. 17-ni deyirsiniz? Bəli, bayaq yazın. Bəli, 17. Tamam, yazın 17. Baxırdım, o qaldı yarım. Bir dənə ona da baxarıq. Əgər olursa məsələdə müəllimələrə aydın oldusa, yəni problem qalmazsa bunu keçir. Yaxşı, gəlin indi 17-ci suala da baxaq. Otaqdakı havada olan su buxarının kütləsi 200 qram, havanın nisbi rütubəti isə 40%-dir. Temperaturu dəyişmədən otağa neçə qram əlavə su buxarlandırmaq lazımdır ki, havanın nisbi rütubəti 60% olsun. Aha, elə bir ki, bayaq yazdığımız məsələnin biraz oxşarıdır da, başqa forması. İndi yazın görək. Əgər sizə aydındırsa, yəqin ki, bu məsələdə problem olmaz. Yaza bilərsiniz yəni. Müəllimə, 17-ni? Bəli, 17. Deməli, müəllimlər, bax, yenə eyni qayda. Deməli, F1-in F2-yə olan nisbəti bərabər M1-in M2 olan nisbəti. F1-imiz 40%, F2-miz 60%. M1-imiz, daha özü hazır verib burada. M1-imiz 200, M2-ni gəlin tapaq. Deməli, M2-miz nəyə bərabər olur? 300 qram yazaqda yəqin ki, müəllimə. Mən bitirmədim, hesablayırdım. Deməli, bax, M2-ni tapdıq 300. M1-də otaqdakı əvvəlki kütləmiz də su buxarının kütləsi 200-dür. İndi deyir ki, temperaturu dəyişmədən otağa neçə qram əlavə su buxarlandırmaq lazımdır ki, indi nisbi rütubət artmalıdır. Əvvəl 200 idi, sonra 100 olubdur. Deməli, nə qədər buxarlandırmaq lazımdır? 100 qram. 300-dən, bəli, 200-ü çıxırıq. Bəli, 100 qram, bəli. Və gördük, yəni artıq biraz bir dəfə məsələni işləyəndə Mən 200 qramı 0.2 kimi götürdüm, 30 aldım. Dedim bu 30 qramda 200 qramdan 30 qram çıxanda qalacaq 170, 170 cavabda yoxdur. Necə elədiniz müəllimə?
Mənim o 200 qramı sitrondakı kimi götürdüm. Həmişə qramlar olanda, yəni axlım o birisine getdi. Biz siz nəyə Sitrondakı görə kimi qramı götürdüm. keçmirik müəllimə? Çünki bu nisbətdir. Nisbətdə zaten kiloqrama da keçsəz, qrama da keçsəz ixtisar olunub gedəcək. Ona görə nisbət şəklində yazırıq deyən kiloqramla ifadə eləmədik. Həm də Həm də orada qramla çevirib soruşur da birini müəllimə. çevirməyib. Necə? Qramla soruşur da, yəni cavabı soruşanda deyir otağa neçə qram əlavə su buxarlandırmaq lazımdır da qramla soruşur. Belə müəllimlər, aydın oldu bu işlədiyimiz məsələlər. Gələn dəfə müəllimlər, demişdim ki, deməli gələn dərs təzə mövzu keçəcəm, amma fikrimi dəyişdim. Birinci hissəni qurtarırıq da. Gələn dəfəyə mən seçilmiş suallar hazırlayacağam PDF şəklində. Dərsdə işləyəcəyik, bax belə, necə ki oradan buradan suallar işlədirəm ha. Bax belə, dərsdəcə. Ona görə siz birinci hissədə nə mövzu keçmişiksə, incəliklərinə qədər təkrarlayın. Gələn dərs hələ ikinci hissəyi keçməyəcəm. Bir dənə ümumi birinci hissənin yekunu adlı bir dənə sınaq işləyək sizlə, ondan sonra ikinci hissəyə keçərik. Nə deyirsiniz? Müəllimə, elə bir PDF varmış ki, ümumi bu birinci bölməyə bütün mövzuların sınağı. Elə bir şey var, məsələn, evdə də işləyək, sonra dərsdə də sizin suallarınız əsasında. İndi mən birinci yoxsa elə dərsdə işləyək. Dərsdə işlədəcəm müəllimə. Dərsdə işləyək. Çünki var əslində əvvəlki bölmələrdən, sadəcə olaraq, yəni orada ikinci hissəndə suallar var, biraz qarışıqdır. Ona görə istəmirəm ki, orada qarşınıza keçmədiyimiz sual çıxsın. Sırf indi birinci hissə üçün hazırlayım, dərsdə işləyək. Oldu nə? Oldu. Belə müəllimlər, sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun, müəllimə. Sizə sağ olun, müəllimə. Sağ olun. Sağ olun. Sağ olun. Belə.